Deməli, suyun təzyiqi düşübdür. E1 verir. Suyu vurmaqda yəni mavi rəng ventili açılıb. Burada işə düşür. Biz indi suyun təzyiqini təzə kombidir deyə işə salıq deyə biraz suyun çox vururuq. Sonra reset düyməsini basırıq. Sönülü vəziyyətidir. Bir dəfə düyməni vururuq. İşləyir. Hal-hazırda yay rejimindədir. Qış rejiminə keçirmək üçün qarı düyməsinə basırıq. Avtomatik olaraq radiatorun işarəsi düşür. Radiatorun temperaturunu artırıb azaltmaq üçün bu tərəfdən istifadə olunur. Hərəkət etdirdikcə sağ edirsən artır. Burada isə isti suyun temperaturudur. Burada da sol edəndə artır, sağ edəndə azalır. Biz də suyun dərəcəsini qoyuruq ki 44-də qoyaq ki bədən temperaturu. Hal-hazırda işləyir. Vivo kombilərin istifadə qaydası belədir. Söndürüb yandırma düyməsi, reset düyməsi, yay rejimi, qış rejimi və suyun təzyiqi.